Sufyan Savri rahimehullah bir dəfə ağlayır. Deyirlər, subhanallah, sən günahı olan insanlar kimi ağlayırsan? Sən günahı olan insanlar kimi ağlayırsan? Günahlardan qorxursanmı? Deyir, xeyr deyir. O qədər rəhimli, o qədər uca Rəbbimiz var. Bağışlayan, rəhməti böyük olan, rəhməti hər şey əhatə edən, deyir, günahlarım çox olsa belə əlimdəki daş boyda, yəni mənə şey gəlir ki, yəni Allah bağışlayacaq onları. Allah onları mütləq bağışlayacaq. Lakin ona görə ağlayıram ki, deyir, bilmirəm hansı üzlə baxacam Rəbbimə günah eləyəndə. Yəni, günah eləyəndə bilmirəm hansı üzlə çıxıb Rəbbimə baxacam. Rəbbim qadağan eləyib, Rəbbim əmr eləyib, yerinə yetirmirəm. Rəbbim qadağan eləyib. Mən onu yerinə yetirirəm, bir hansı üzlə baxacam üzünə. Buna görə ağlayıram. Subhanallah. Rəbbindən utanır.